Dünyanın diqqəti yaxın şərqdə gərginliyin taleyini müəyyənləşdirə biləcək mühüm diplomatik mərhələyə yönəlib. Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətlərinin Pakistanda keçirəcəyi görüş sadəcə növbəti təmas deyil. Bu, ya hərbi eskalasiyanın qarşısını alacaq, ya da prosesləri daha da kəskinləşdirəcək kritik dönüş nöqtəsi ola bilər. Tərəflərin danışıqları kövrək atəşkəs fonunda və ciddi etimadsızlıq şəraitində gəlməsi də təbii ki, diqqət çəkən məqamdır. Vaşinqtondan xüsusi müxbirimiz Nemət Tahiroğlu indi bizimlə birbaşa bağlantıdadır. Nemət, hər vaxtınız xeyir olsun. Fikirlərinizi öyrənək. Hər vaxtınız xeyir. ABŞ və İran nümayəndə heyətlərinin Pakistanda keçirəcəyi görüş regionda hərbi eskalasiyanın davam edib etməyəcəyini müəyyənləşdirəcək kritik mərhələ kimi qiymətləndirilir. Çünki tərəflər bu danışıqlara 2 həftəlik olduqca kövrək atəşkəs fonunda gəlir. Hazırki vəziyyət onu göstərir ki, tərəflər arasında etimad səviyyəsi hələ də çox aşağıdır və bu danışıqlara gərgin psixoloji fon yaradır. Əsas müzakirə mövzularına gəldikdə isə burada 3 kritik istiqamət ön plana çıxır. Birincisi, İranın nüvə proqramı və zənginləşdirmə məsələsi. İkincisi, Hörmüz boğazında təhlükəsizlik və gəmiçiliyin bərpası. Üçüncüsü isə İranın regiondakı hərbi təsir imkanlarıdır. Analitiklər hesab edir ki, bu görüşdən dərhal böyük razılaşma gözlənilmir. Əksinə, əsas məqsəd atəşkəsi uzatmaq və tərəflər arasında minimal razılaşma nöqtələri tapmaqdır. Çünki tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir. ABŞ tərəfi isə bu danışıqlara həm diplomatik, həm də təzyiq elementi ilə yanaşır. Pakistana səfər ərəfəsində vitse-prezident J.D. Vance də bunu açıq şəkildə ifadə edibdir. O bildirir ki, ABŞ İranla danışıqları səbirsizliklə gözləyir və prosesin müsbət nəticə verəcəyinə inanır. Vance'in sözlərinə görə, əgər İran danışıqlara vicdanlı və konstruktiv yanaşarsa, Vaşinqton buna qarşılıq verməyə hazırdır. Vance eyni zamanda xəbərdarlıq edib ki, əgər Tehran bu prosesi taktiki oyunlara çevirməyə çalışarsa, qarşısında güzəştə meyilli olmayan bir komanda görəcəkdir. Vance vurğulayıb ki, ABŞ prezidenti tərəfindən danışıqlar heyətinə aydın və sərt təlimatlar verilib və prosesin necə inkişaf edəcəyi məhz bu çərçivədə müəyyən olunacaqdır. Nəticə olaraq demək olar ki, bu görüş ya münaqişənin dondurulması istiqamətində ilk real addım olacaqdır, ya da əksinə tərəflər razılığa gələ bilməsə regionda hərbi gərginliyin yenidən artmasına səbəb ola bilər. Vaşinqtondan izlənən mənzərə budur ki, hazırda əsas məqsəd ən azı tənzimlənməsi mümkün olan sabitlik yaratmaqdır.